Salam. Deməli bizdən kompleks ədəd verilir və hasilin tapılması istənilir. Z-in üzərində bu xəttin olması onun qoşmasını bildirir. İlk öncə qoşmanın nə olduğunu aydınlaşdıraq. Z kompleks ədədim A üstəgəlsin B idirsə, qoşmam isə A çıxılsın B i olacaq. Yəni bu nə deməkdir? Bizdə xəyali hissəm, yəni i olan hissənin əmsalı əks işarə ilə götürülür. Bizdə B müsbət idisə, əksinə mənfini götürürük. İndi bizdə Z bərabərdir 5 üstəgəlsin 2 idi. Bunun kompleks ədədimin qoşması isə olacaq 5 çıxılsın 2 idi. İndi bunların hasilini tapaq. 5 üstəgəlsin 2i vurulsun 5 çıxılsın 2i. Deməli yadımıza sala bilərik ki, müxtəsər vurma düsturlarından a kvadratı çıxılsın b kvadratı olur. A çıxılsın b, a üstəgəlsin b kimi açılır. Yəni bir dəfə çıxırıq, bir dəfə toplayırıq. Bizdə də eyni bu cür var, yəni bir dəfə toplamam var, bir dəfə də çıxmam. Onda bu müxtəsər vurma düsturunu istifadə eləsəm, deməli olacaq bizdə 5-in kvadratı çıxılsın 2i-nin kvadratı. 5-in kvadratı edir 25, 2i-nin kvadratı edir 4i-nin kvadratı. Biz bilirik ki, i-nin kvadratı -1-ə bərabərdir. Onda gətirib burada i-nin kvadratının yerinə biz -1 yazmalıyıq. Onda olur 25 -4-ü gördüyünüz kimi. Burada -1-ə vursam eləyəcək müsbət 4. 25-in üstünə 4 gələndə edir cavabımız 29.